məşhur bir tərəf daş əsrindən bugünə qədər bütün nöqsanlarımızı arxivləşdirib, gələcək nəslə çatdırmaq arzusuyla bizi şoka salan Rəşid Mahmudovdur. Xoş gördük sizi. Çox sağ olun, təşəkkür edirəm. Rəşid müəllim, mız bilirsiniz nədir? Mız. Bilirəm. Nədir? Mız qoymaq, bir işə bir qulub qoymaq. İlk dəfə də deyirəm, mız nədir? Mızın premyerasıdır. Mız, vazaya güldana oxşayan bir qabdır. Türklərdə kebab veriləndə qonağın stulunun yanına həmin o qab qoyulur. Yəni mız. Kebabı yeyir, boş şişi atır o mıza. Bu da qonağa əlavə ləzzət verir. Rəşid müəllim, siz nəyəsə mız qoyanda mənim bu mız tədqiqatımı yada salarsınız. Bu köklənmə idi. Rəşid müəllim, siz dəfələrlə bildirmişsiniz ki, bir tərəfsiz. Elədir? Bəli. Niyə? Bir mövqe tapa bilməmişsiniz özünüzə? Mən istəmirəm heç bir partiyanın üzvü olam. İnarsın. Mən nətər olub, Komünist Partiyasının üzvü olmuşam. Dinən niyə? Niyə? Sigaret çəkirdim. Sigaretimi iclasa qoydular. İclasa qoyan adamın özü də sigaret çəkə-çəkə qoyur. Yəni iclasda məsələ qoyulmuşdu ki, niyə sigaret çəkirsiniz? Niyə sigaret çəkirsən? Ayıbdır da bu. Deyirəm, özün də çəkirsən də, bağışda girəm. Bilirsən, məndə bir şey tapanmırlar, mız tapanmırlar siz dediyiniz mızda. Mız qoymağa yer yoxdur. Ya, yoxdur. Axır sigaretimi ortaya çıxardılar və bunu iclasa qoydular. Bizim itə baxan vardı Əlqulu kişi. O itə baxan adam partiyanın üzvüdür. Mənim məsələm o həll edir. Ondan sonra dedim, yox, mənim məsələm bunu kim həll edirsə mən olmalıyam. Bax, onda Komünist Partiyası. Yəni itə baxan Əliqulu sizin taleyinizi həll edirdi. Həll edirdi. Partiya, Sovet dövründə. O partiyaçıydı. O partiyaçıydı. Mən partiyaçı deyildim. Ona görə mən partiya keçdim. Deməli, itə baxan Əliqulunun sizin həyatınızda mühüm rolu olub. Rəşid müəllim, vəzifə hərisliyi sizcə millidir ya ümumbəşəri? Ümumbəşərdir. Vəzifə hamı istəyir. Mən həqiqət söyləyim ki, buraya girən kimi elə bildim özüm mən nazirəm. Stul yaxşıdır, kreslo gözəldir. Hamı səndən qorxur, belə çəkdim. Mən sizə bir şey deyim, insanlarda ambisiya var. Ambisiya nədir bilirsiniz? İnsanlarda, mən açıq deyirəm, insanların özündə ya sözü var. Mən. Mən. Bəli. Və belə bir xəstəlik var, ona şizofreniya deyirlər. Şizofreniyanın iki forması var. Manyakal forması, depressiv. Depressiya bir küncə sıxılır və heç kəslə işi yoxdur. Amma manyakal forma özünü böyütmə ideyaları. Mən Leninəm, mən Marksam, o daxilində deyir, məndən yoxdur. Siz elə bilməyin ki, bu küçədə gəzən insanların hamısının əqli cəhətdən normaldır. Aha, bu maraqlıdır. 60% insanlar nədir? Mütləq əqli cəhətdən tam deyil. Bir dəfə Nadir İsmailovla bir yerdə çıxılırdı. Söhbət psixiatr Nadir İsmailovdan gedir. Psixiatrımız, professor. Qayıtdı, Rəşid müəllim, niyə faiz azaldırsa? Mən dərdim 70-80%. Sizin yox elə deməkdir, 60% gənə yaxşıdır. Normaldır bilək. Beləliklə elə çıxır ki, psixiatrik klinikanın pəncərəsindən darıxaraq küçəyə baxan ruhi xəstə heç də ürəkaçan mənzərə görmür. Deməli, küçədə gəzən insanların çoxu, yəni biz də onun günündəyik. Səbəb niyədir? Dünyada yaşayan əhalinin 2 milyardı yoddan əziyyət çəkirdi. Yod çatışmamazlığını. Nə demək cəhənnəmə yod nə qaracaq ki? Deməli, bu yod sən demə qəbul olunur. Bax, burada qalxanvari vəz var. O yodu tutur, onun reseptor var. Heç ara gedənməz o yod qanla fırlanacaq, gəlib oraya. Qalxanvari vəzdə tiroksin əmələ gəlmədi. Yəni, bir dənə tirozin amin turşu qalığı, 4 dənə də yod. Fikir ver. Bu nədir? Bunun 95% zulanla birləşir, qalır 5%. O 5% bu bədəni yeganə hormon deməzdim. İki hormon var bədəndə, hər bir hüceyrəyə təsir. Onun biri qalxanvari vəzdən ifraz olunan tiroksindir. O tükdən tutmuş dırnağa qədər təsiridir. O hüceyrənin içinə girərək, o hüceyrədə mitoxondrini qıcıqlandırır, yanmanı sürətləndirir, yəni enerjini çoxaldır. Bax, o əgər kiçik yaşlarından bu olmasa, debillik əmələ gələcək. Beyində neyronlar hamısı
Yəni Bax, beyinə təsir eləyir də bu. bəli, beyinə. Bax, ona görə də bizdə yod çatışmır. Neçə dəfə demişim ki, mən bu suyu yodlaşdırın. Havada olur, suda olur, bir də torpaqda olur yod. Ceyranın, sual edirəm, ceyranın balası niyə anadan olan kimi qaça bilir? Amma insanın balası yer üzünün əşrəfi olan insan qaça bilmir. Maraqlıdır. Maraqlıdır mı? Bəli, bəli. Ona görə ki, o ceyranın balası, ceyran daima torpaqla əlaqədardır, otlayır, oradan yodu qəbul edir. Ana bətnindəykən, bütün onun bədənində olan somatik sinirlərin üzəri miyelinləşir. Miyelin ağıl deməkdir ha. Ağıl nədir? Sinirin üzərində miyelin əmələ gəlməsi. İnsanın somatik sistemi 3-4 yaşında miyelinləşəcək tam, somatik. Aydındır. Amma beyində 50 milyard neyron var. O 30 yaşına ağıllanacaq. Rəşid müəllim, siz sadə həqiqətləri çevirdi sağlamlıq verilişinə. Bax, bizim sağlam böyüməyimiz üçün and olsun Allaha buradan deyirəm, o su buraxan insanlara. Əgər suyu yodlaşdırsanız, 40 ildən, 50 ildən sonra bizim uşaqlar ən böyük kəşflər bu Azərbaycanda olacaq. Nə üçün? Çünki günəş bizdə, bütün ən böyük xunalar bizdə, düzdürmü? Bəli, bizim xunamızdan geniş yox, bütün vitaminlər bizdə. Deməli, ən savadlı adamlar bizdə olacaq. Yəni içməli suya yod qatmaq lazımdır. Paltar yuyulan suya nə lazımdır tökülürsə? Çinməyə suya nə lazımdır? İçməli suya. İçməli su putulkadan olmalıdır. Bəli. Mən deyirəm ki, yodsuz su buraxmaq nəinki olmaz, qadağan olmadı. Hətta cinayət olmalıdır. Çox maraqlı söhbət edirsiniz. Mən heç bilməzdim ki, yodun çatışmamazlığının bizim psixikamıza belə təsiri var. Yod neyinir bəyəm? İstəyirsən onun da səbəbini deyim. Onu deməyin. Yoxsa verilişimizin adını dəyişməli olacağıq.